51-ci testin izahı ilə davam edirik. Hansı sözün leksik mənası yanlış verilmişdir? Xərək, xəstə, yaralı daşımaq üçün vasitə, bu düzdür. Donor, yaralılar və xəstələr üçün öz qanını verən adam, bu da düzdür. Kükrəmək, hirslənərək özündən çıxmaq, coşmaq, bu da düzdür. Minarə, bəzi binaların yarımdairə şəklində olan damı. Yarımdairə şəklində olan dam minarə deyil, minbərdir. Minarə isə gülləyə deyirlər. Yəni məscidlərin içərisində uzun hündür güllə olur. Ona deyirlər minarə. Bu yanlış fikirdir ona görə də. 52-ci sual. Gümüş sözü aşağıdakı sözlərdən hansından əvvəl işlənərsə məcazi mənalı ifadə alınar. Gümüş pul, gümüş mükafat, gümüş medal. Hər biri həqiqətən ola bilər. Amma gümüş söz ola bilməz. Ona görə cavab variantımız olacaq D variantı. 53-cü sual. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Bosman, gəmi kapitanının təsərrüfat işləri üzrə müavini, bu düzdür. Cömərdlik, qorxaqlıq, namərdlik, xeyr. Cömərdlik əslində ürəyə açıqlıq mənasında işlənir. Cömərd olmaq, yəni ürəyə açıq olmaq, hər kəsə kömək etmək, bu mənada işlənir. Ona görə B variantındakı izahı yanlış veriblər. Epos, rəvayət xarakterli böyük əsər, dastan, düzdür. Flora, hər hansı bir ərazinin bitkilər aləmi, bu da düzdür. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Örnək, nümunə, misal, düzdür. Bünövrə, özül, əsas, təməl, düzdür. Tənəzzül, inkişaf etmək, irəliləmək. Əksinə, tənəzzül etmək, inkişafdan qalmaq, geriləmək mənasında verir və süqut etmək, yəni məhv olmaq mənasını verir. Ona görə cavabımız C variantıdır. Rəğbət, meyil, təvəccüh, bu da düz fikirdir. Düz izahlardır. 55-ci suala baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Ümman, böyük dəniz, dərya, okean, düzdür. Xaniman, ev, eşik, ata yurdu, ocaq, məskən, bu da düzdür. Xarici, bir şeyin iç tərəfi, görünməyən tərəfi, bu yanlışdır, bu daxili mənasını verməlidir. Əslində, daxili demək, bir şeyin içər tərəfi, görünməyən tərəfi olmaq deməkdir. Qiyamət, məhşər günü, bu da düzdür. Növbəti suala baxaq, 56. Uyğunluğu müəyyən edin. Başlayanda hamı sakitləşdi. Şah verdi ki, qoşun döyüşə hazır olsun. Ata dedi ki, kiçik oğlu ondan inciyib. Ata hiss etdi ki, hiss. Burada hiss götürüləcək. Hiss. Tamaşa başlayanda, tamaşa. Bir də şah göstəriş verdi. Deməli, 1-ə uyğun gəldi C, 2-yə B, 3-ə A. Cavab variantımız olacaq C variantı. Nümunələrin birində məcazi mənalı söz yoxdur. Onun şirin sözləri. Şirin söz məcazi mənadadır. Çöldəki acı rüzgar məcazi mənadadır. Çöldəki ağ pambıqlar. Ağ pambıq həqiqətən ağ pambıq, onsuz da ağ rəngdə olur. Bu həqiqi mənada işlənib. Ucuz hərəkətlər bayaqçı testimizdə də qarşımıza çıxmışdı. Ucuz hərəkət məcazi mənada işlənmiş sözdür. Birləşmədəki ucuz sözü məcazidir. Leksik mənası yanlış verilmiş sözü istəyir bizdən. Kükrəmək, hirslənmək, düzdür. Günbəz, məscidlərdə azan vermək üçün ucaldılan güllə. Bax, günbəzlə, burada qarşımıza çıxmışdı hansı testi? Minarə. Bax, günbəzlə minarə bir-birinin necə deyim, fərqli formada verilib burada. Günbəz əslində minarə, daha doğrusu məscidlərdə azan vermək üçün ucaldılan gülləyə deyirlər. Bunun izahı isə, bu minarənin izahı isə bəzi binaların yarımdairə şəklində olan damı. Bu isə günbəzdir. Yəni bir-birinin izahlarına tərs veriblər. Bunun izahını ona veriblər, onun izahını buna. Yadınızda qalsın, yarımdairə şəklində olan dam günbəzdir. Azan vermək üçün ucaldılan güllə isə minarədir, minarə. Sonra leksik mənası, bunu oxuduq, 59. Ağır sözü hansı sözdə işlənsə, həm həqiqi, həm də məcazi mənada başa düşülər. Bayaqçı testdə də qarşımıza çıxmışdı ağır adam birləşməsində. Ağır həm çəki cəhətdən ağır ola bilər. Bu həqiqi mənada olar. Bir də ciddiyyət mənasında işlənə bilər. Əgər ciddiyyət mənasında işlənirsə, demək ki, məcazi mənada işlənəcək. 60. Hansı cümlədə məcazi mənalı söz işlənmişdir? Stəkandakı isti çay həqiqi mənadadır. Soyuq su həqiqi mənadadır. Şirin dil isə məcazi mənadadır. Dilin şirinliyi olmaz.
Bu məcazi mənada işlənmişdir. Böyük göl, göl də həqiqi mənada işlənir. 61. Çay sözünə hansı şəkildə artırılsa, mənası çay içilən ictimai iaşə müəssisəsi, yəni yer mənasını verər. Bu da çayxana, yəni xana şəkilçisindən istifadə etsək. 62. Hansı birləşmədəki sözlər arasında məna uyğunsuzluğu var? Aşağıya dırmaşmaq. Təbii ki, aşağıya dırmaşmaq necə olsun? Aşağı düşməkdir, dırmaşmaq yuxarı çıxmaq deməkdir. Bir-birindən əks fikirdir. Qonağı qarşılamaq, kitabın yaxşısı, gümüş şömərsə bir-birindən əlaqəli sözlərdir. 63. Hansı sözün leksik mənası yanlışdır? Rayihə, xoş iy, qoxu, gözəl qoxu mənasında işlənir, düzdür? Mənfur, gözəl, yaxşı, əla. Əksinə, deyirik mənfur düşmən, yəni pis niyyətli, alçaq, aşağı, bu mənada işlədirlər mənfur sözünü. Cavabımız olacaq B variantı. Minarə, məscidlərdə azan vermək üçün ucaldılan qüllə, düzdür? İnanc, Allaha olan inam, etiqad, bu da düz fikirdir. 64. Cümlələrdən birində fərqləndirilmiş söz həqiqi mənada işlənmişdir. Açdı qanadını sabah yelləri. Sabah yelinin qanadı mı olur? Xeyr, olmur. Bu məcazidir. Açır piyalə tək ağzını zambaq. Zambağın ağzı. Zambağın ağzı mı olur? Xeyr, bu da məcazidir. Meşənin səsinə günəş oyandı. Günəşin oyanması. Günəş insandırmı ki oyana? Bu da məcazi mənada işlənib. Quş qanadla uçar, insan diləklə. Quşun qanadı, quşun qanadından uçması bu həqiqi mənadadır. Ona görə də cavab variantımızı götürəcəyik D variantı. 65. Leksik mənası yanlış verilmiş sözü istəyir bizdən. Aqibət, son, axır, nəticə, düzdür. Səltənət, padişahlıq, hökmdarlıq, düzdür. Rəşadət, ruhu oxşayan hal və keyfiyyət. Xeyr, rəşadət cəsurluq deməkdir. Cəsurluq, güc, qüvvət, bir şeydən qorxmamaq, qorxmazlıq bu mənada işlənir. Ruhu oxşayan hal və keyfiyyət, məlahət rəşadət sözünün izahı deyil. Mütəşəkkil, təşkil olunmuş, ciddi, nizam, intizama tabi olan, bu da düzdür. Mütəşəkkil və təşkil sözləri elə bir-biri ilə eyni köklü sözlərdir. 66-ya baxaq. Qızıl sözünün həqiqi mənada işləndiyi söz istəyir. Qızıl payız məcazidir, payız qızıldan olmaz. Qızıl söz məcazidir. Onun xasiyyəti qızıldır, məcazidir. Qızıl üzü isə həqiqi mənada işlənmişdir. 67. Leksik mənası verilən hansı sözün tərkibindəki hərflərin hər birini bir damada düşünsək, aşağıdakı sxem alınar. Deməli, burada nə deyir? Deyir ki, hər sözün tərkibindəki hər bir hərf birini bir damada düşünsək. Tərkibindəki hərflərin hər birini bir damada düşünsək, aşağıdakı sxem alınır. Yəni, 1, 2, 3, 4, 5, 6 hərfli bir söz olmalıdır. Deməli, uşaqlar, burada bəzi binaların yarım dairə şəklində olan damı, bunu biz bayaq izahını verdik. Dedik ki, minbər sözüdür bu. Minbər. Bu da 6 hərfli sözdür. 6 hərfli olduğuna görə də elə cavabımız A variantı olacaq. Binanın çölə baxan qabaq hissəsi, ön tərəf landşaft olmalıdır. Səhv eləmirəmsə bunun izahı. Landşaft. Landşaftdakı landşaft. Bu da 8 hərfli sözdür. Bu uyğun gəlməyəcək bura. Təsviri sənətdə cansız əşyaların qrup şəkildə təsviri. Buna biz ədəbiyyatda eyni zamanda təsviri incəsənətdə də istifadə edirik. Həm ədəbiyyata aid termin kimi işlənir, həm də təsviri incəsənətə aid termin kimi işlənir. Natürmortdur bunun izahı, yəni sözün adı natürmortdur. Yəqin ki, təsviri incəsənətdə bu sözlə tanışsınız. Bir də mürəkkəb sözlər arasında olan kiçik xətt, buna da defis deyirik. Defis, bu da 5 hərfli sözdür. Bunların heç birisi uyğun gəlmir. Bir dənə cavabımız A variantıdır. Minbər sözü də uyğun gələn bura. Sonra 68-ci suala baxaq. Sözlərdən birinin leksik mənası düzgün verilməyib. Yalquzaq tək, kimsəsiz, tək tənha. Elə A variantıdır. Bayaq bunu izah elədik. Dedik ki, yalquzaq canavara deyilir. Tək canavara. Canavar. Layihə, qurulacaq bir şeyin əvvəlcədən hazırlanmış planı, düzdür. Səyyar, bir yerdə durmayıb istənilən tərəfə daşınan, düzdür. Kükrəmək, hirslənmək, bu da düzdür.
Zindan sözü bəndlərdən birində digərlərindən fərqli mənada işlənmişdir. Uşaqlar, zindan sözü bir, həbs mənasında işlənir. Bir də ağır mənasında işlənir. Eyni zamanda çəki daşları olur, çəki daşı, ona da zindan deyirlər. Bəs zindan necədir? Qaranlıq zindan. Bu, həbs mənasındadır. Yol uzun, həsrət ağır zindan kimi. Hansı xəncər yarasıdır, ağrıda hicran kimi. Burada həsrət yarası ağır zindan. Bax, bu zindan isə ağırlıq mənasında işlənib. Ağırlıq. Ağırlıq. Bülbülə qızıl qəfəs də zindandır. Burada həbs mənasındadır. Qaranlıq zindanlar həmdəmim olub. Bu da həbs mənasındadır. Cavab variantımız olacaq B variantı. 70. Leksik mənası yanlış verilmiş sözü müəyyən eləyin. Əczaçı aptekdə dərman hazırlayan mütəxəssis düzdür. Dərman hazırlayan mütəxəssislər həm əczaçı, həm dərman hazırlayan mütəxəssis kimi, həm də həmin dərmanın satışı ilə məşğul olan insan kimi əczaçını deyə bilərik. A variantı düzdür. Ovqat bir şeyin ovulmuş hissələri, qırıntıları. Bu bizim qabağımıza çıxmışdı əvvəlki testlərdə. Ovqat bir insanın halı, əhval-ruhiyyəsi mənasında işlənir. Traktat ayrıca bir məsələdən, problemdən bəhs edən elmi əsər düzdür. Təcəssüm bir şeyin maddi təzahürü, bu da düzdür. Gəlmək sözünün həqiqi mənada işləndiyi bəndi müəyyən eləyin. Dilə gəlmək məcazidir, gözə gəlmək məcazidir, evə gəlmək isə həqiqi. Evə həqiqətən gedirsən, amma kiminsə dilinə yermirsən ki, getmirsən ki, gəlmirsən ki, göz də onun kimi, cana gəlmək də onun kimi. Məcazidirlər. Bir dənə B variantımız həqiqi mənada işlənib. Hansı sözün leksik mənası yanlış verilmişdir? Nadan, avam, cahil geridə qalmış düzdür. Əqidə, insanın mühit, varlıq haqqında düşüncə və inamı düzdür. Köhlən, yaxşı bəslənmiş ad, bu da düzdür. Təvazökar, ancaq özünü düşünən egoist, xeyr. Bu sözlərin onsuz da izahlarını mən qabaqçadan sizə vermişdim. Təvazökar, hər kəsi düşünən, hər kəsdən özünü eyni səviyyədə görən insanlara deyilir. Göz sözünün həqiqi mənada işləndiyi bənd, ilanın gözü həqiqi mənadadır. İlanın həqiqətən gözü olur. Tibanın gözü, tiban bilirsiniz xəstəlikdir, dəridə olur səpki formasında. Onun kök hissəsinə, yəni yarandığı hissəyə tibanın gözü deyirlər. Orayla da tiban ümumiyyətlə canlı bir varlıq deyil ki, gözlə görsün. Eyni zamanda iynədir, bulaqdır. Bunların heç birinin həqiqi mənada göz sözü ilə işlənmə ehtimalı mümkün deyil. Yəni ilanın gözü isə burada həqiqi mənada işlənmişdir. Verilmiş nümunələrdən birində nöqtələrin yerinə ka hecasını artırsaq, ağıl dərrakə mənasını verər. Kamal. Bu test kamil sözü ilə bayaq düşmüşdü. İndi isə kamal sözü ilə düşüb. Kamal, ağıl, dərrakə, dərk edən, dərk mənasında işlənir. 75. Cədvələ əsasən yanlış bəndi müəyyən edin. Baxaq 75-ə. İzdiham böyük insan kütləsi düzdür. Pərəstiş, başqasının üstünlüyünə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, xeyr. Əksinə özünü ona bənzətmə, onu sevmə, özündən daha yaxşı xarakterə malik olan insanlar pərəstiş etmək, yəni onları sevmək, onları idealın kimi görməkdir. B variantı yanlış verilib. Səngimək, yavaşlamaq, azalmaq düzdür. Mayak, gəmilərdə yol göstərmək üçün siqnal işığı olan hündür güllə, bu da düzdür. Növbəti suala baxaq 76-ya. Cümlələrin birində yanmaq sözü həqiqi mənadadır. Düşmən tərəfindən od vurulan evlər yanırdı. Həqiqətən yanırdı. Bu həqiqi mənada işlənib. Gözümə dost kimi bəzən gülürsən, dalda paxıllıqdan yanıb ölürsən. Yanmaq burada sadəcə olaraq paxıllıq çəkmək mənasındadır. Bu məcazi işlənib. Gözləri şadlıqdan yanır, parıldamaq mənasında işlənib. Yandı əhvalına kənardan baxan, yanmağı, yəni doğdu ürəklərdən min şəfqətli hiss. Kənardan baxan, doğdu ürəklərdən min şəfqətli hiss. Burada da yanmaq mənasını, yəni burada alovlanmaq mənasını deyil, necə deyim, yazığı gəlmək mənasında işlənib. Eyni zamanda paxıllıq çəkmək mənasında da işlənə bilər. Hər iki mənada düşünmək olar. Növbəti 77-ci sual. Bəndlərdən birində dönmək sözünün mənası ilə cümlədə işlənməsi arasında uyğunsuzluq var. Dönmək sözü. Getdiyi ya durduğu tərəfin əksinə çevrilmək. Sağa dön. Bax, burada düzdür. Durduğu tərəfin, getdiyi yerin əksinə çevrilmək düzdür. Çevrilmək.
Mən bu vətən torpağını tanıyıram. Ona insan əli toxunan kimi o təzədən bir cənnətə dönəcəkdir. Çevriləcəkdir. Bəli, işlədə bilərik. Niyə də olmasın? Sonra fırlanmaq, hərlənmək, qatarın çarxları durmadan dönür. İşıqlar görünmür, işıqlar sönür. Dönmək mənası burada da çevrilmək, fırlanmaq mənasında, hərlənmək mənasında işlənib. Qərarını pozmaq, sözündən qaçmaq. Bir gün qərənfillə Bahadır yenə eyni adi qayda üzrə bir yerdə evə dönürdülər. Bu qayıtmaq mənasında işlənib burada. Qərarını pozmaq yox, qayıtmaq mənasında işlənib. Ona görə cavab variantımız olacaq D variantı. Növbəti suala baxaq. Eyler-Venn diaqramına əsasən fərqləndirilmiş sözlərin müqayisəsində hansı fikir sual işarəsini yerinə yazıla bilər? Dərin quyu, böyük iradə. Burada məcazi işlənmişdir. Böyük iradə sözündə məcazidir. Dərin quyu birləşməsində isə həqiqi mənada işlənib. Deyir ki, sual işarəsinin yerinə yazılırsa, demək ki, bu ortaq cəhət olmalıdır hər ikisi üçün. Həqiqi mənaya malikdir, ortaq deyil. Biri həqiqidir, biri məcazidir. Səs və hərf tərkibi fərqlənmir. Niyə fərqlənməsin ki? Böyük sözün biz tələffüz edərkən y ilə tələffüz eləyəcəyik. Çünki özündən sonra sait ilə başlayan şəkilçi gəlib qəbul eləyib. Böyük sözündə fərqlənmə var. Ona görə bu da səhvdir. Səs və hərf tərkibi fərqlənir. İkisində də fərqlənmir. Çünki dərin sözünü biz olduğu kimi tələffüz edirik. Ortaq götürə bilmərik bunu. Bu da yanlışdır. Həm leksik, həm qrammatik mənaya malikdir. Bəli, dərin sözü də, böyük sözü də ikisi də sifətdirlər. Əsas nitq hissələri olduqlarına görə həm leksik, həm qrammatik mənaları var. Ona görə cavab variantımız olacaq D variantı. Növbəti suala baxaq. Cümlələrdən birində duzlu sözü həqiqi mənada işlənmişdir. Sabirin duzlu gülməli şeirləri. Duzlu şeir olarmı ki, heç? Məcazidir. Hər sözü söhbəti duzlu məzəli. Söhbətin duzlu olması. Bu da məcazi işlənmişdir. C-yə baxaq. Nənəsinin bişirdiyi yemək duzlu idi. Bəli, nənəsinin bişirdiyi yemək həqiqətən duzlu ola bilər. Burada həqiqi mənada işlənib. Nəsimi filmində Nəsimini daha çox sevdirən Rasim Balayevin duzlu oyunu olub. Bu da duzlu oyun sadəcə zarafat mənasında işlənir. Ona görə cavab variantımız olacaq. Həqiqi mənada ancaq yeməyin duzlu olması C variantı. 80-ə baxaq. Cümlələrdən birində quru sözü məcazi mənada işlənmişdir. Quru ot tələf, quru ot həqiqi mənadadır. Quru ağac qabıqları. Bu da həqiqi mənadadır. Quru və sərt cavab. Quru cavab, sərt cavab. Bu quru ola bilməz ki, cavab. Sərt ola bilməz. Yəni ona görə C variantını götürürük məcazi mənada. Quru çörək də həqiqi mənada işlənmişdir. 81. Cümlələrin birində nöqtələrin yerinə ilxı toplu ismi yazılmalıdır. İlxı sözü uşaqlar ata aid sözdür. At ilxısı. Ona görə cavab variantımız olacaq C variantı. 82. Hansı cümlədə isti sözü məcazi mənada işlənmişdir? Hava isti idi. Hava həqiqətən isti ola bilər. Onun nəfəsidir bu isti nəfəs. İsti nəfəs. Gecələri yatmayıb hər bir qoçağa isti paltar tikdi. Bu həqiqi mənadadır. Nə gözəldir dolaşmaq, isti yay fəsilləri, bu da həqiqi mənada. Biz deyirik ki, məcazi məna. Məcazi mənanı dedim B variantında. İsti nəfəs. İsti nəfəs sadəcə olaraq deyir, Məmmədin səsinə oxşayır bu səs. Onun nəfəsidir bu isti nəfəs. Yəni, danışıq, söhbət, istilik, insanın söhbətindən istilik hiss eləyərsən, məsələn, xoş münasibət hiss eləyərsən, bu o mənada xoş münasibət mənasını ifadə edir. Yəni, nəfəsin istiliyi mənasında işlənməyib. Ona görə cavabımız olacaq B variantı. 83. Hansı cümlədə yalnız qrammatik mənası olan sözlər işlənmişdir? Yalnız qrammatik mənası olan sözlər işlənmişdir. Cümlənin içərisində verilmiş sözlərdən hansınsa yalnız qrammatik mənası var. Onu demək istəyiblər. Sadəcə olaraq cümləni düzgün qurmayıblar burada. Baxaq. Deməli, onun mədəniyyət tarixində xüsusi xidmətləri olmuşdur. Burada hamısı əsas nitq hissəsidir. Yəni, o əvəzlidir, mədəniyyət isimdir, tarix isimdir, xüsusi sifətdir, xidmət isimdir, olmuşdur da feildir. 8 saydır, rəqəm isimdir, ilə qoşmadır, Azərbaycan isimdir, tarixində isimdir, zəfər günü mürəkkəb addır, isim kimi götürüləcək, zəfər sözü də, gün sözü də, kimi
qoşmadır. Müqəddəs və bağlayıcıdır. Müqəddəs sözü sifətdir, şanlı sözü də sifətdir. Səhifə isimdir, açıldı sözü də feildir. Deməli uşaqlar burada hara gəldik biz? Bir dəqiqə. Aha, burada uşaqlar B variantında iləni tapdıq. İlə bağlayıcıdır. 8 rəqəmi ilə Azərbaycan tarixində zəfər günü kimi bir səhifə açıldı. Yox, bu qoşmadır burada. İlə qoşma kimi işlənib. Qoşma və bağlayıcı kimi də qoşma. 3 dənə köməkçi nitq hissəsi işlənib. Köməkçi nitq hissələrində dedik ki, yalnız qrammatik mənası var. Ona görə cavab variantımız B variantıdır. Dostlar arasında soyuq münasibət yaranmışdı. Burada köməkçi nitq hissəsi yoxdur. Aramsız güllə yağışı əsgərlərə səngərdən çıxmağa imkan vermirdi. Burada da köməkçi nitq hissəsi işlənməyib. Növbəti suala baxaq. Verilmiş cümlədə nöqtələrin yerinə hansı söz yazılsa fərqləndirilmiş söz həqiqi mənada işlənər. Şəhər oyandı, təbiət oyandı, kənd oyandı. Burada məcazidir. Kənd oyana bilməz. Şəhərdir, təbiət də oyana bilməz. Amma körpə oyandığını götürsək, körpə həqiqətən oyana bilər. Həqiqi mənada işlənib. 85. Ürəkli sözü nümunədəki hansı sözün izahıdır? Taqət kəsən qarlı külək gərçi davam edirdi. Cəsarətli Əhməd lakin qeyrət ilə gedirdi. Ürəkli sözü burada deməli qeyrət sözü ilə uyğunlaşdırmaq olar bunu. Ancaq burada qeyrət sözünə uyğun gəlir. Taqət kəsən qarlı külək gərçi davam edirdi. Yox, cəsarətli. Cəsarətli var burada, cəsarətli sözü. Cəsarətli sözü ilə götürə bilərik bunu. Cəsarətli sözünü unutdum, baxmadım burada. Qeyrət sözü. Qeyrət sözü ümumiyyətlə bilirsiniz, əslində qeyrət sözünü cəsarətli ilə müəyyən cümlələrdə, həmçinin ürəkli sözü ilə götürmək olar. Müəyyən cümlələrdə nisbi sinonimlər kimi istifadə edə bilərik. Amma burada qeyrət sözü ilə cəsarətli sözünü baxanda cümlənin içərisinə ürəkli Əhməd lakin qeyrət ilə gedirdi. Burada əlavə edə bilərik. Ən çox elə uyğun gələni cəsarətli sözüdür. Cavab variantımız olacaq B variantı. 86. Hansı sözün leksik mənası yanlış verilmişdir? Endirim, qiyməti aşağı salma, ucuzlaşdırma. Bu düzdür. Xiyaban, otsuz, bitkisiz, düz yer, səhra, çöl. Yox, xiyaban ətrafı ağaclarla əhatə olunmuş yerə deyirlər, yola deyirlər xiyaban. Ona görə B variantı yanlışdır. Yekdil, fikri, rəyi bir olan həmrəy, müayinə, tibbi baxış, yoxlanma. Qalanları isə düzgündürlər. 87-yə baxaq. Cədvəldəki uyğunluğun bərpa edilməsi üçün hansı rəqəmlərin yeri dəyişdirilməlidir? Həm leksik, həm də qrammatik mənaya malik olan sözlər. Bax, ancaq sözü verilib burada. Ancaq sözünün leksik mənası yoxdur axı. Biz bu ikini gərək gətirib buraya yazardıq. Yalnız qrammatik mənası olanların içərisinə. Burada da kitab sözü. Həm leksik, həm də qrammatik mənası var. Onu da yazmalıydıq birinci damanın altına. Demək ki, biz 2 ilə 4-ün yerini dəyişdirməliyik. Cavab variantımız olacaq D variantı. Sərt sözünün həqiqi mənada işləndiyi cümləni müəyyən edin. Sərt sözü, baxaq. Bu vaxt yaxında sərt qayaların dalında insan gülüşləri, külünc və motor səsləri eşidilirdi. Burada elə A variantında 88-də. Cavabımız elə A variantıdır. Niyə? Çünki sərt qaya həqiqətən ola bilər. Bərk, möhkəm mənasında işlənir. Rüstəm kişi Səkinəyə sərt cavab verdi. Cavabın sərt olmaz. Xaraktercə sərtlik ola bilməz. Sərt adam olmaz. Yəni, sərt möhkəm mənasında işlənir də. Bunu biz xarakterini necə bilək ki, sərtdir yoxsa yox. Sadəcə olaraq məcazi kimi işlənib burada. Sifətində sərt ifadənin də sərtliyi olmaz. Məcazi mənada işlənib. Ona görə cavab variantımız uyğun gəlir. Haradaydıq? Cavab variantımız uyğun gəlir A variantına. Növbəti suala baxaq. Bir dəqiqə. 89. Sözlərdən birinin leksik mənası yanlış verilmişdir. Endirim, qiyməti aşağı salma, ucuzlaşdırma düzdür. Acılamaq, acı sözlər demək, qəlbinə dəymək düzdür. Yozmaq, icazə verilməyən bir iş görmək, qaydadan kənara çıxmaq xeyir. Yozmaq, nə isə anlatmaq, izah etmək mənasında işlənir. Məsələn, yuxu yozmaq.
izah eləmək mənasında. Bir də bir işi olduğundan fərqli göstərmək. Yəni məsələn, sən bir şey deyirsən, qarşındakı insan fərqli cür başa düşür, fərqli cür yozur. O mənada da işlənə bilər. Cavab C variantıdır. Təhrif etmək, bir sözün, ifadənin hərflərini dəyişdirməklə mənasını, mahiyyətini pozmaq. Bu da düzgün fikirdir, düzgün izahdır. Növbəti 90. Hansı cümlədə fərqləndirilmiş söz məcazi mənada işlənmişdir? Elektrik enerjisi çatmır və bunun nəticəsində bəzi sahələrdə işin axsaması. İş həqiqətən axsaya bilərmi ki? Xeyr, insan axsaya bilər, heyvan axsaya bilər. Bu insan və heyvan əlamətləridir, cansız varlıqların üzərinə köçürülüb. Cavabımız olacaq A variantı. Məcazi mənada işləndiyini istəyir. Ona görə A-nı götürürük. Soyuqdan dağ çayının suyu donmuşdu. Həqiqətən dona bilər su. Baxıram, siz çox yaxşı adam oxşuyursunuz, bənzəyirsiniz. Ola bilər. Bayram yumşaq kreslo. Kreslo da həqiqətən yumşaq ola bilər. 91. Uyğunluğu müəyyən edin. Yalnız qrammatik mənası olan sözlər. Lakin sözüdür. Yalnız qrammatik mənası var. Bağlayıcıdır. Savayıdakı qoşmadır. Ola bilər. Həm leksik, həm qrammatik mənası olanlar həyatla torpaqdır. 1-ə uyğun gəldi A, C. 2-yə də uyğun gəldi B və D. Cavab B variantı. Gəlmək sözü hansı sözdən sonra işlənərsə, məcazi məna ifadə etməz. Evə gəlmək. Evə həqiqətən çıxıb gəlirik. Amma dilə gəlmək, cana gəlmək, gözə gəlməksə məcazi mənada işlənir. Ona görə bunu götürə bilmərik. Uyğunluğu müəyyən edin. Rəqib komandaya oyunda məşhur kostyum brendini edirdi. Çantasının üzərində çalışdığı şirkətin. Bu ad getdikcə məşhur ayaqqabı çevrilmişdi. Ayxan sürücülük polisə təqdim etdi. Deməli, 4-ə A uyğun gəlir. Sürücülük vəsiqəsi. 4-ə A uyğun gəlir. Sonra 1-ə D uyğun gəlir. 1-ə D. Reklam etmək. Sonra 2-yə C uyğun gəlir. Logo. 3-ə də B uyğun gəlir. Brend. İndi oxuyaq. Rəqib komanda oyunda məşhur kostyum brendini reklam edirdi. Çantasının üzərində çalışdığı şirkətin logosu var idi. Bu ad getdikcə məşhur ayaqqabı brendinə çevrilmişdi. Ayxan sürücülük vəsiqəsini polisə təqdim etdi. Cavab variantımız uyğun gəlir B-yə. 94. Hansı sözün leksik mənası yanlış verilmişdir? Ziyalı, yüksək mənəvi dəyərlərə malik olan mədəni, savadlı adam, düzdür. Təbliğat, təhqiq etmə, araşdırma, yoxlama. Təbliğat nəyisə təbliğ etmək. Yəni nəyisə başqalarını da məcbur eləmək. Məcbur eləmək deməyək, daha çox həmin yola çəkmək. Məsələn, tutaq ki, təbliğat aparırsan ki, hər kəs, necə deyim, məktəbdə tutaq ki, təbliğat aparırsan ki, hər kəs qayda qanunla hərəkət eləsin, qanuna riayət eləsin bütün şagirdlər. Bu təbliğatdır. Yəni istəyirsən ki, hamı onu etsin, hamı ona riayət etsin, özünü də alışdırırsan buna. Buna deyilir təbliğat. Yoxsa təhqiq etmə, araşdırmaq deməkdir. Nəyisə araşdırmaq demək deyil bu. Ona görə cavab variantımız olacaq B variantı. Müthiş. Müthiş sözü uşaqlar, bax, türk dilində də işlənir, uşaqlar bunu qarışdırırlar. Müthiş sözü türk dilində yaxşı mənasını verir, gözəl, qəşəng mənasını verir. Müthiş hadisə, yəni yaxşı bir şey. Amma bizim dildə qorxulu, vahiməli, dəhşətli mənasını verir. Bu düzdür əslində, C düzdür. Hədəf, məqsəd, məram, bu da düzdür. Cavab variantımız olacaq B variantı, təbliğat sözü. Yaxşı uşaqlar, sağ olun. Testlərimizin izahı bu qədər. Bitdi testlərimizin izahı. Növbəti dərslərdə, test izahlarında görüşənə qədər sağ olun, hələlik.